Azərbaycan Prezidenti İlham Əliyev bugün Qusar rayonunda Ismıkanlı Məhdud Məsuliyyətli Cəmiyyətinin bağçılıq və soyuducu ambar kompleksi ilə tanış olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur. Bağlarda agrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədi ilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliyə malik damcı suvarma texnologiyasına istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub. Soyuducu ambar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8700 ton tutma malik soyuducu meyvə ambarından, çeşidləmə və paketləmə sahəsindən, material ambarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu ambar hər biri 300 ton tutma malik 29 soyutma kamerası ilə təchiz edilib. Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidlənmə sahəsində həmçinin saatda 1000-dən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır. Layihə dəyəri 18 milyon manat olan İsmıkanlı bağçılıq və soyuducu ambar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində sahibkarlığın İnkişaf Fondu tərəfindən 3,3 milyon manat güzəşli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəşlərindən yararlanıb.